Belə əziz dostlar, gəldik çıxdıq Gülənin təpəsinə, zirvəsinə, məcazi mənada da. Deməli, bax, bu çayı görürsünüz, bax, bu çay o tərəfi Fransadır, bu tərəfi Almaniyadır. Gəlirsiniz Kel şəhərinə. Kel şəhərinə gəldikdən sonra birbaşa o körpü ilə keçmirsiniz. Bax, o birisi körpünü görürsünüz. Bax, orada maşınlar görürsünüz, orada profka var. Demək, orada post var. Bu körpü ilə Sakitdən keçirsiniz o tərəfə. Oradan da Fransadır. Ürəyin istədiyi yerə gedirsən. Hara istəyirsən get. Başa düşdünüz? Burada da belə qəşəng çay-may var. Özünüz üçün gəlib burada biraz istirahət edə bilərsiniz. İndi gedib o körpünü daha yaxından çəkəcəm ki, görək orada polis kontrolü olur yoxsa yox. Bax, burada nəsə profka mı var?